Saatini ne seçmişsin? Əslində saat 10-dan axşam, gecə səhər saat 7-yə qədər. Amma bu da qızlar olduğu üçün saat 8-ə gəlir ha. Bir də səhər saat 9-da çıxıram. Daha çox işləyirsən belə başa düşürəm. Yəni 12 saatdan çox. İşləyirsən sən tək 12 saatdan çox işləyirsən hər gün yoxsa? Hər gün. Hər gün bu növbəsi. Bazar günü. Maaş da ki 500 manat. 550. Oyda, bu nədir? Yəni 9 saat ki 12-13 saat. 12-13 saat işlədilər səni. Bu qanuna zidd axı. Valla belə işləmək olur. Sən qul kimi sən işlədirlər. Bu günə marketdə bir nəfər yoxdur. Tək sən idarə edirsən. Həm kasaya baxarım ki, müştəri mal verir, tərəzi çəkir. Həm tərəzidəsən sən, həm müştəri, həm kassada. Sən 3 səfər işini görürsən bir dəqiqə. 3 səfər işini Allah'ın qol sən görürsən. Satçı ayrı olmalıdır, kassada ayrı adam olmalıdır, tərəzidə ayrı adam olmalıdır. Nə bilim valla. Sən rayondan gəlmişsin yəni. Özün rayondansan? Qarabağlı. Ha, Qarabağlı. 5 bəyənmirsən. Öyle deyirlər ha. Ona görə tez dəyişilir də burada işçilər. Mən görürəm qız gəlir işləyir bir ay sonra çıxır başqa iş götürürlər. Tez dəyişilir burada işçilər. Allah kömək olsun. Mən gördüm qulluq. Allah'a emanet ol. Qulluq sağ ol. Dərsək şəxsən cibə. Allah kömək olsun. Yo, buyur qardaşım, buyur.